من كنت مولاه فعلي مولاه. Hə, orada Peyğəmbər deyir ki, Əli mənim dostumdur. 120 min üzr istəyirəm, hacının içində bir dənə ağıllı yox idi ki, çıxıb desin ki, ay Peyğəmbər, bizi bu günün altında niyə öldürürsən sən? Sən axı bundan qabaq demirsən qardaşımdır. Bundan qabaq demirsən Əli mənim canımdır. Mübahilə ayəsi nazil olub Əlinin haqqında. İnsan surəsi nədir? Həl-ətab bunlar haqqında. Sənin yerində uzanan bu insanlardan bəziləri var, öz canlarını Allah yolunda satarlar. Bu nədir? Bu Əli ibn Əbi Talib. Xeybərin qapısını çıxardan bu. Bunun haqqında bu qədər söz demirsən. İndi bu istinin altında çapar göndər qabağa, arxadakılar gəlsin, yığ. İstinin altında, günün altında günlərlə bizi burada saxla. Nədir? Ay cəmaət, bilin ha, Əli mənim dostumdur. Hamıya çatdırın ha. Olmayanlara da çatdırsın ha olanlar. Əli mənim dostumdur. Ay atalar, oğullarınıza deyərsiniz, Əli mənim dostumdur. Bu hansı məntiqdir? Hə? Bu nə düşüncədir? Təəssüb ortadadır. Ən azı bu adam deməlidir ki, ən azı. Bunun dost mənası da var, bu mənası da var, rəhbər mənası da var. Belə də ola bilər, belə də ola bilər. Ən azı bunu deməlisən də, bunu da demirsən axı. Nədir bu Əli ilə düşmənçilik?